Mərd olaq, cəsarətli olaq. Bugün nə təbliğat gedir? Bilirsiniz İmam Hüseyn məclisində niyə qorxurlar? Çünki bu məclislər də Əli Əkbər kimi qeyrətli, şücaətli oğlanlar yetişdirir. Zalimlar, İslam düşmənləri istəyir ki, bizim cavanlarımız ya narkoman olsun, ya əxlaqsız olsun, ya da qız kimi geyinsin və özünü qız kimi aparsın. Cəmiyyətdə gündən günə artan bir şey var. Valideynlər, uşaqlarınızı qoruyun. Üzr istəyirəm ağsaqqallardan, yüzdən iraqlar, LGBT dillər, yeməklərə qatırlar, geyimə qatırlar, məktəbdə dərs keçirlər. O günə gəlib ki, bugün bizim vətənimiz, şəhidlərin qan verdiyi Azərbaycanda İmam Hüseyn bayrağını qaldırmaq olub cinayət, aparırlar polisə, amma üzdən iraqların bayrağını Bakıda açıq-aşkar qaldırırlar. Biz Azərbaycan xalqı bu qədər təhqir olunmamalıyıq. Bizə layiq deyil. Biz həmişə İmam Hüseyn ağanın bayrağını Azərbaycan bayrağından yanaşı tutmuşuq. Şəhidlərimiz Qarabağı azad eləyəndə həm İmam Hüseyn bayrağı vardı əllərində, həm də Azərbaycan bayrağı. O 3 dənə rəngi daha danışmıram. 3 dənə rəngin, yaşıl rəngi nə deməkdir? Necə ola bilər mənim bugün vətənimdə, torpağımda şəhidlər onun üçün can verib, qan verib, bir dənə üzdən ra gəlsin, bayrağını qaldıra bilsin. Amma Hüseyn əleyhissalam bayrağı qalxmasın. Müvəqqəti ola bilər. Bilmirəm, mən olaram, olmaram, o günü görərəm, görmərəm. Allah tövfiq versin, bəlkə görərik. Bir gün görəcəksiniz. Təzdən İmam Hüseyn bayrağı Azərbaycanda qalxacaq. Necə lazımdır qalxacaq inşallah. Bu Allahın vədəsidir. Səddam Hüseyn də belə eləyirdi. Bəli, bəli, bəli. Səddam Hüseyn deyirdi, Kərbala ziyarəti qadağandır. Bir yeznəsi var idi, Kamil Hüseyn. Allah hər ikisinə lənət eləsin. Onu göndərdi, get Kərbalaya. Cəmaatın hamısını yığ hərəmə. İmam Hüseyn ağanın ziyarətinə. Denəm, bugündən deyirəm, ağlamaq, sinə vurmaq qadağandır. Gəldi, cəmaatın hamısını yığdı və üzün tutdu cəmiyyətə, dedi ki, Səddam Hüseyn məni göndərib, yeznəsidir. Adlı Kamildir. Kim bu Hüseynləndir, əleyhissalam, əlini uzatdı qəbrə. Dursun, desin ki, mən sinə vuracağım, ağlayacağım, əzadarlıq eləyəcəm. Kim mən Hüseynləndir, mənim sözümə qulaq asırsa, Səddamın sözünə qulaq asırsa, bundan sonra sinə vuraq, mərsimədini qutardı. Bunu danışan deyir ki, məclisdən 4 dənə kişi qalxdı. Hüseyncilər, belə eləməyin ha, İmam Hüseyn tək qoymayın. 4 dənə kişi qalxdı. Bunu danışan deyir, mən də qalxmaq istədim. Ha, qalxmaq istədim, gördüm, yox. Dünya məhəbbəti, ailə, arvad, uşaq, o kişilik, mərdlik burada bilinir ha. Deyir, mən qalxmadım. Yanımdakı qalxdı. 4'ünü də çağırdı, avtomatı aldı, cəmaatın gözünün qabağında. İmam Hüseyn ağanın hərəmində o 4'ünü də güllələdi. Axşam yatdım yuxuda, gördüm ki, məclisdə əyləşmişik. Həmin səhnədir. İmam Hüseyn göydən gəldi, o 4 nəfərin əlindən tutdu apardı.